Bu nurani dünya, pirani dünya əzəldən meyvəli bir bağa bənzər. Bəşərin qocaman sərt ağacında hər insan bir gülə, yarpağa bənzər. Yarpaqlar, budaqlar ayrı olsa da bu dünya bağının bəhəri birdir. Utduğu hava bir, içdiyi su bir, yerdən şirə çəkən kökləri birdir. Budaq heç yaşarmı budaqdan ayrı? Ömür edə bilərmi insan insansız? O doğma gülşəndən, o bağdan ayrı insan xəzəl kimi ölüdür yalnız. Mənə elə gəlir hardasa kimsə bir insan ömrünə qələm çəkirsə, özü də bilmədən yüz qan salır o. Bəşər ağacına balta çalır o. Bir insan köçürsə dünyadan əgər, sən elə bilmə ki, tək bir can gedir. Hər sönən bağışda saysız diləklər, hər kiçik tabutda bir cahan gedir. O gedir, qalırıq biz yana-yana. Bu dərd ürəkdə daşımaq çətin. Hər gün yer üstündən yerin altına köçür bir parçası bəşəriyyətin. Bəşər dedikləri vahid bir bədən. Bəs nədən düşüb ürəklər ayrı, insan cəmiyyəti yaranan gündən yollar, təriqətlər, məsləklər ayrı. Bəlkə buna görə biganiyik biz. Bəlkə buna görə divaniyik biz. Bəlkə buna görə ürəyi daşıq. İnsanı insandan uğurlamışıq. Kiçik bir budağı qıranda rüzgar budaq qanyaş dökər. Ağac qan ağlar. Bir durna ayrılsa öz qatarından qatar mənziləcən gedər pərişan. Bəs bir durna qədər olmadığımı biz? Niçin buza döndü qaynar qəlbimiz? Axı biz hamımız yaxın sirdaşıq, ata bir, ana bir, doğma qardaşıq. Eyindir havamız, suyumuz bizim, eyni torpaqdandır mayamız bizim. Yoğurub yapanda xilqətimizi, eyni gözlə görüb təbiət bizi. Heç kəsdən əsir etməyib. Heç bir balasını ana atmayıb. Bu çoxdur, burada saxlayaq. Böyük Şəhriyarımızın poemasından bir parçaydı bu. Şəhriyar həqiqətən çox böyük. Ümumiyyətlə, poeziya düşüncədir də hər şeydən əvvəl. O poeziya ki, düşüncə yaratmır, doğrudan da əsl sənət əsəri deyil. Ona görə deyir də, şeir göz üstündə bəslənən xilqət ayaqlar altında düşübdür fəqət. Dilənci şairlər əks etdi şeiri, qara bir pul kimi zay etdi şeiri. Şeiri oyuncağa döndərdi onlar, şeiri mərtəbədən indirdi onlar. Bunu da Şəhriyar deyib.